Herkese selam dostlar, YouTube kanalıma hoş geldiniz. Ben İsmail FF, bugün sizinle birlikte gördüğünüz gibi yeniden eğitim yerinde bir yerde videoyu beğenip kanala abone olmayı unutmayın. İlk növbədə neyin yetdiği yoldaşlar. AVM challenge eləmək istəyirəm. Görün bu AVM ile necə oynayıram. Uzun vaxt AVM oynamırdım. Görək AVM ilə nələr eləyə biləcəyik. AVM challenge eləyəcəm bu videonu. 2 dənə AVM-yi qəşəng yağ kimi alaq. Sonra təchizatlarımızı alın, axırıncı səviyyə eləyək. Ha indi tavanla götürək ki arkadan vuranlara karşı bir şeyimiz olsun. Ha indi. Bu təchizatlar hardadır Suqmudi? Susturucu zat bunlar hardadır? Burada. Ha. Bunlar quraşdırma olur. Ha quraşdırma olur. Şarjör da şey deyək. O qoşaq son model şarjörü, hızlı şarjör. Ha bunlar da quraşdırdıq. Əla. Bomba kimi getdik. Bu arada biraz kirpin dostlar. Videoyu beğenip dostlar kanalında maksimum derecede çalışıp dostlarınızla paylaşmayı unutmayın. O bile başlayan çünkü 1, 2, 3. Yakına safa abimi. Her taraftan vurdu. Valla birimiz zoom benim üstüme. Ne oldu be? Yaxşı biz başlamadık her neyse. Bu arada dostlar dediğim gibi kanalı maksimumdan dost tanışınızla paylaşmayı unutmayın. Hile miyle koşup. Sen benden AVM'yle bazaran versen yoldaş. Harita birincisi. Harita birincisini indirdik. Bu nə silahdır belə Winchester. La Winchester siqaret adıydı, məzəniblər. Qoymaz silahadıq bir xəritə birincisi daha üzrü say. Ay bilə xəritə birincisini öldürəmədi ya. O oldu xəritə birincisi. Sən necə 200 hasarla ölmədin, mənə çox maraqlıdır. Bir yanda vurmadı arxadan. Bu bir. Çala bilmədik. Xəritə birincisi. Göt baş elədilər bunu. Vurma da arkadan. Ay oğlum vurma. Da qabaqdan. Sadə rahat. O böyrdə mən vuran. Xəritə birincisi. Göstər özünü. Ay bilə, onu mən vuracaqdım ya. Xəritə birincisi getdi. Bu da getdi. Sən. Sən. Aha sən. Ay bilə, qoya bilmədim yaxşı. Vurmayın da arxadan. Ay şərəfsizlər. Arxadan gəlməyin. Sikirdi də. Qardiyanı qoymur ya kişi yerə. AVM'yi belə oyuncular da belə yox. Vurma da arxadan şərəfsiz. Evo G18'də alıb əlinə. Ay bilə, qoya bilmədim onu. Gəl. Gəl də.
O buradakı plekanı yığışdırıblar. Üzülür say qaqa səhv düşdü, səhv düşdü. Ay blət. Bir dənə başıma qoya bilmədim. AVM atmadı Allah haqqı. Xəritə birincisi uy blət. O heç təsir olmaz, mən də bilirəm. Bunlar çox hilə qoşub bu arada. Yaxşısına deyirəm. Açıqda oynaya bilmirəm. Heç açıqda hər tərəfdən qoyurlar. Onu indirə bilərəm bir dənə görüb, mən onu indirməyə planlaşdırıram. Nə vurmayın ağa mən, xahiş edirəm. Olsa vurasız. O ora necə çıxıb, mən çox maraqlıdır da. Ay oğlum, adam MP5'dən atasını taramaz. Bir də dəyməsin ha, qoy heç bir dəyməsin. Yalan iş, alflar tarıyorlar yerlərini. Bu da məndən sənə qəşəng bir hədiyyə. Bu M887'lər. Mesela mən əsəbimə toxunurlar. Sən də M887'lərsən. Sən o 219 hasarını necə ölmədi? Mənə maraqlıdır. O Gavun 8'i götünə soxaram mən sən bit bala. O yenə ora çıxdı. O sırtıq deyə Allah haqqı. Ay bilə, sənə deyəm mən oradan indirəcəm. Bəyəxlarım yeni kəlli deyəsən sərf eləməlisən. Çıxıb ora bilə, cəmaatın mazqisini işləyir. Qaqa, mənim başım qarışıqdır. Yaxınıma girib mənə vurma da xahiş edirəm. Bax, cırdır indi lobiya. Çıx o qardiyanın dalından. Mən olsa sənə oradan indirəcəm. Mən kim vurursa vursun. Hadi imkan ver qaqa, onu vurmun. Ay bilə, o da qardiyanı basıb döşür. Uy bilə. Sənə ifadə düşür də pollu. Çıxır ora bilə, 249 ikisi də alıb əlinə. Sən idin o. Yox ha, o deyil. Sin o bir. Nə danışsın? Hadi adaşa vurmaz. Qalxan silahı. Bu qalxan silahı mənə işləməz dostum. O yenə ora çıxdı. M887'li M887'li blət. Onun götünə soğacam yolun axırda. Söyüşə görə üzürlü sayın. Olsa bu videolar 18 plusdur. Nazarov, sən mənim ağzımı sikmişdi təmiz. Yaxşı qoyub göt baş elədim. Videonun içine geçecekti. Top. Özbek. Xəritə birincisi, onu qıraqdan vurmuyor. Mercedes maşını sürürəm.
Qaqa bir Mercedes'ime imkan vermədi sür. Son işlədənlərə qaqa yaxşı baxmıram mən. Üzür say. Groza sən görməmsən bala. Groza məndə kral var. Yiğit üzürdü sayda Yiğit. Bax bu idi 249 işlədən gələ. Bax bu. Bax bu qaqa cəmaatı buna bax. Cəmaatı manqısını xarab edir. Gəl AVM xəritə birincisi də getdi işte. Sen de getdin içinə. Yazıq qardiyanın içində sıxışdı. O qardiyanlar onun məzar oldu. Qalxın saxlı qaqaş. Məzar ol. Neyse dostlar videomuz bu qədər idi. Gözlü videonun yekunlaşdı. Videoyu beğenip kanala abone olmayı unutmayın. Sağ olun. Gələn videolarımızda görüşənə dək hansı silahların çıxarılmasını istəyirsinizsə eğitimdə o silahlarla yazın. Videoyu beğenip kanala da abone olmayı unutmayın. Kanalı da paylaşmayı unutmayın. Sağ olun. Salamat qalın.